Gəncə Dövlət Universitetində 5 Mart Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbirdə əvvəlcə ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlara, eləcə də Gəncə Dövlət Universitetinin İdman Klubunun Respublika və Beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, diplom və fəxri fərmanlardan ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan idmanının geniş vüsətlə inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq, maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır. Daha sonra rektor Yusif Yusibov Ali Təhsil Ocağının idman sahəsində qazandığı uğurlarından söz açaraq universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında Gəncə Dövlət Universiteti İdman Klubunun rolunun böyük olmasından danışıb. Çıxış edən Gəncə Dövlət Universiteti İdman Klubunun sədri, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov diqqətə çatdırıb ki, universitetdə başqa sahələrdə olduğu kimi idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Bunun nəticəsidir ki, Gəncə Dövlət Universiteti Respublika universitetləri arasında 5 ən yaxşı universitetlər sırasına seçilib. Xəqani Umudov onu da bildirib ki, Gəncə Dövlət Universitetinin İdman Klubunun tərkibində 10 idman növü üzrə 15-dən artıq komanda mövcuddur. Həmin komandalar universiteti beynəlxalq və respublika yarışlarında layiqincə təmsil edir. Hazırda Gəncə Dövlət Universitetinin tələbələr arasında 10 nəfər Avropa və dünya mükafatçısı, 10-dan artıq beynəlxalq turnirin qalibi və 20-dən çox respublika çempionu vardı. Məlumdur ki, bu günlərin 5 Mart Bədən Tərbiyə və İdman günüdür. Çox sevindirici haldır ki, Cənab Prezident həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Bu da öz növbəmizdə bizim üzərimizdə olan məsuliyyəti dərk edirik. Gəncə Dövlət Universiteti idman sahəsində də böyük işlər görülüb. İdman sahəsində də diqqət və həm zaman xüsusi yer ayrılmışdır. Hörmətli rektorumuz Yusuf müəllim universitetdə idmana hər zaman diqqət və qayğı göstərmişdir. Universitetdə məşqçilik ixtisası, ümumi fiziki hazırlıq ixtisası, fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisası, bədən tərbiyə kafedrası və eləcə də idman klubu fəaliyyət göstərir. İdman klubunun tərkibində 10 idman növü üzrə 15-dən artıq komanda hazırlanır ki, bu komandalarda universiteti şəhər və respublika miqyaslı yarışlarda layiqincə təmsil edir və uğurlu nəticələr qazanılmışdır. Tarix Coğrafiya Fakültəsinin tələbəsi, Avropa Kuboku iştirakçısı, beynəlxalq turnirlərin qalibi Yeganə Əsgərova universitetdə yaradılan şəraitə və tələbələrə göstərilən dəstəyə görə rektor Yusif Yusibova minnətdarlığını bildirib. Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.